Sabahdan etibarən ölkə ərazisində Qurban Bayramı qeyd olunur. Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri üçün keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Başqa nə kimi yeniliklər olacaq? Bu haqda bizə məlumatı Aynanın mətbuat katibi Tural Orucov verib. Eşidək. Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Şəhərlər arası və rayonlar arası sərnişin daşımanı həyata keçirən bütün daşıyıcılara fasiləsiz və təhlükəsiz sərnişin daşımanı həyata keçirməklə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda vətəndaşlara kassalardan biletləri tariflərə uyğun olaraq təqdim edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə nəqliyyat vasitələrinin buraxılması da təmin ediləcək. Vətəndaşlarımız biletləri həm onlayn qaydada bilet.az üzərindən, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər. Biz vətəndaşlara tövsiyə edirik ki, maneəsiz və rahat şəkildə səfərlərini reallaşdırmaq istəyirlərsə, biletlərini öncədən bilet.az üzərindən əldə etsinlər. Hazırda bilet.az üzərindən 58 məntəqə 94 istiqamət üzrə bilet almaq mümkündür və portalda 361 reys olmaqla 409 nəqliyyat vasitəsi ilə sərnişinlərə xidmət göstərilir. Biletim.az portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir və mərhələli qaydada bütün avtovağzal və avtostansiyalar bu sistemə inteqrasiya olunacaq.